Xırdalan şəhərində birbaşa ev sahibindən 4 otaq, çox gözəl qiymətə, hazır təmirli köç yaşa, yerdən kürsülü həyət evi. 119 və 596 nömrəli avtobuslara yaxın Xırdalan şəhərində. Yerdən kürsülü zirzəmisi var. Hər ehtiyac üçün su çanı qoyulub. Bütün sayğaçları var. Qaz, su, işıq, kanalizasiya mərkəzi qapısına kimi asfaltdır. Belə bir ümumi görünüşü var. Belə bir ümumi görünüşü var. Yəni deməyimdə məqsəd odur ki, birbaşa sahibindən ev almaq istəyirsinizsə, səhifəyə keçid edib səhifədəki nömrəni əlaqə saxlaya bilərsiniz. Birbaşa sahibindən satılır. Qiymət endirilib. İndiki qiyməti 68.000 manatdır. Hazır 4 otaq, qanuni 4 otaq evdir. Döşəmə taxtadır. Pilləkəndə o qaydada. İstərdim dəhlizin bu hissini görünüşünü göstərim. Endirimdəki olacaq evə baxdıqdan sonra. Bir daha ünvanı təkrar edirəm. Xırdalan şəhərində 119 və 596 nömrəli avtobuslara çox yaxındır. Bu qonaq otağıdır, tam təmir. Genişdir, işıqlıdır, radiatorları var. Sənəti qiymətləndirmədir, MMC-dir, bələdiyyənindir. Qaz, su, işıq, sayğaçlar keçəcək, birbaşa alıcının adına. Yəni Xırdalanda demək olar ki, 80%, 90% evlərin sənədləri bu qaydadadır. 4 otaqdır, bir daha vuruluram, mətbəx ayrıdır. Burada pilləkənin altında boş bir ərazisi də var. Belə. Gələcəkdə lazımsız əşyaları yığmaq üçün gözəl təklifdir. Qiymət 68.000 manatdır. Mətbəxidir. Qaz peçi var, aspiratoru var. Belə ümumi hava gəlməsi üçün, işıq düşməsi üçün pəncərəsi də var. Baxmayaraq ki, yan divardakı qonşunun evidir. O belə ümumi mətbəx mebelidir. Döşəmə burada da taxtadır. Paltaryanın yeri var, krantları yenidir, hamısı yenidir. Hətta bu hissədə boş bir yer var, lazım olsa böyük bir həcmli soyuducu da qoymaq olar. Belə bir hamam otağıdır, tam hazır. Bütün aksesuarları var, hamısı da yeni vəziyyətdədir. Dərhal alıb köçmək mümkündür, dərhal. Belə gözəl 2 mərtəbə 68.000 manata Xırdalan şəhərində evlərin sayları məhduddur. İkinci mərtəbəyə qalxmışıq. İkinci mərtəbənin özünün ayrıca hamam otağı var. Bu həyət evi qanuni 2 mərtəbədir. Bu hamam otağında da hər şey quraşdırılıb. Yine evdə əlavə xərcə ehtiyac yoxdur. Birinci yataq otağıdır. Bir daha vurgulayım ki, birbaşa sahibindən satılır. Vasitəçi olmadan ev qoşadaşdan tikilib, ən əsası qapısına kimi asfalt. Burada da bizim digər yataq otağımızdır. Evin iç qapıları da beyaz qapılardır. Tam hazır evdir. Cüt daşdan tikilmiş, bütün kommunalı olan belə bir evdir. Xırdalan şəhərində belə mətbəxi ayrı, yuxarıda eyvanı olan, yəni balkonu olan 4 otaqlar 68.000-ə çox az sayda olur. Bir daha vuruyorum, sənədləri bələdiyyənin MMC-sidir, sayğaçlar ada keçəcək. Birbaşa da evi alıb keçmək mümkündür. Kanala abunə olun, şərh bölməsində şərhinizi qeyd edin. Ən əsas odur ki, nağd satılır. Sonra da təşəkkür edirəm.